Bəli, müəllimə. Demək, hə, testdir. Mhm. Molotov kokteyli. Aha, Demək, bəli. Molotov kokteyli müharibə dövründə yaranan silah növüydü bu. Necə bir Demək, Bəli, bu bəli. nə idi? Bir də ölkə. Demək oxuyaq. Almaniya, Rusiya arasında imzalanmış bir-birinə hücum etməməklə bağlı pakt idi. Xeyr, tank əleyhinə, budur müəllimə, tank əleyhinə şüşələrlə doldurulmuş yandırıcı qarışıq idi. Aha, bəli, doğrudur. Yaxşı. Bəs müəllimə, gəldik bu, deməli bu Molotov kokteyl hansı dövrdə hazırlanmış dedik? Bu silah növü? İkinci Dünya müharibəsi dövründə Aha, Bakıda hazırlanan silahlardan biri idi o. bəli, doğrudur. Bu İkinci Dünya müharibəsi. İkinci Dünya müharibəsi neçənci ildə başladı hansı hadisəni? İkinci Dünya müharibəsi 1939-cu ilin 1 sentyabrında Almaniyanın Polşaya hücumundan başladı. Əla. Deməli müəllimə, mənə deyin, ilk yaranan diviziyamız hansı idi? İlk diviziyamız 1920-ci ildə yaranan 77-ci diviziya idi. Aha, 77-ci diviziya hansı ərazilərdə fərqlənmişdi? Hansı ərazilərin işğalının azad edilməsi ilə? Krımda, Ukraynada, bir də Litvada. Mənə indi həmin əraziləri göstərin zəhmət olmasa. Demək, bura 35 Ukraynadır. Aha. Krım da Ukraynadadır da. Hansı İndi Rusiya, təxminən arasına düşür? Qaradəniz sahilləri olmalıdır da, bax bu hissələr. Krım. Aha, bəli, 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 doğrudur. Həmin hissəyə düşür. Bu Rusiyada birləşən hissə, balaca yer var. Aha, bəli, bax bura, bu təxminən bu hissəyə düşür. Doğrudur müəllimə. Yaxşı, sonra Krımı dedik, Ukraynanı dedik, bir də Litva. Litva harda yerləşir? Estoniya 12 olmalıdır müəllimə, bax burada 12 Bəli, Litva olmalıdır. bəli, orada Litvada. Yaxşı, ümumilikdə açar söz kimi necə deyirik bunu? Ul, ullu. Kül, bəli, kül kimi yadımızda saxlayırıq. Yaxşı, bəs müəlliməm, desəm ki, hansı diviziyamızdır ki, o diviziya Qafqaz uğrunda döyüşlərlə başlamışdı və hansı ərazilərin azad olunmasında iştirak eləmişdi həmin diviziya? 402-ci diviziyada Qafqaz uğrundadır. Neçə? Bir də Diqqətli olun, neçə? fəaliyyəti Qafqaz uğrunda döyüşlərdə başlanmışdı. 223-cü diviziya. Aha, 223-cü başlamış deyirəm ha, Qafqaz uğrunda mübarizə iştirak eləmişdi. Başlamışdı müəllimə sonra. Dedim, Bəli. yəni 402-ci diviziyada orada döyüşür. Sonra başlamışdı sözü yadıma düşəndə bildim ki, 223 olmalıdır. Əla. 223. Necə daha yadda saxlamaq olar? Başlamışdı. Bax 23 yaşlı gənc kimi mən yadımda saxlayıram ki, 23 yaşlı gənc, yəni bu başlayıb qapıya bu fikirlə, aha başlamış deyəndə bundan. Bir də məsələn, onun tutduğu Olaq qəşəng. ərazilər daha bəli, tutduğu ərazilər daha geniş idi. Həmin